bunu Talış neynəsin ki, sizin üçün götürüb Talışın sayını süni sürətdə azaldıb, onu asimilyasiya etmişsiniz, onun dilini məhv etmişsiniz, onun dinini məhv etmişsiniz, onun mədəniyyətini məhv etmişsiniz. Mən bunu deyəndə adi Azərbaycan xalqı ilə işim yoxdur. Bəziləri mənim sözümü həmişə başqa cürə başa düşür. Onu başqa cürə başa düşmür. Mən bunu deyirəm dövlət siyasətinə, Talış xalqına qarşı, öz vətəndaşına qarşı. Və bu cür ona görə mən bugün bu söhbəti sizin üçün eləmək üçün məqsədim o idi ki, sizə çatdırım ki, necə ola bilər ki, 200 il bundan əvvəl 90 min olan bir millət indi 80 mindir. Hansı ki, o millətin hər bir ailəsi çox uşaqlıdır.